Avropa İttifaqına üzv dövlətlər Ukraynaya 106 milyard dollar həcmində yardım göstərmək barədə razılığa gəliblər. Bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Costa X sosial şəbəkəsindəki hesabında yazıb. Biz sazişə nail olduq. Ukraynaya 2026-2027-ci illər üçün 106 milyard dollar həcmində dəstək verilməsi haqqında qərar qəbul edildi, deyə Costa bildirib. Qoca qitənin büdcə vəsaitləri hesabına ayrılacaq kreditin yalnız Rusiya Ukraynaya reparasiya ödədikdən sonra qaytarılması nəzərdə tutulur. Almaniya kansleri Friedrich Merz isə Kiyevə kreditin faizsiz veriləcəyini deyib. Uzun müddətdir davam edən Rusiya-Ukrayna sülh danışıqları fonunda Qərbin belə bir addım atması dünyada gedən dərin geosiyasi böhranın ən bariz nümunəsidir. İlk olaraq məsələyə verilən vəsaitin müharibənin gedişatına xeyirli olub-olmaması tərəfdən baxdıqda aydın şəkildə görülür ki, bu addım müharibəni bitirməkdən daha çox uzadılması nöqteyi nəzərdən atılıb. Çünki Avropa İttifaqı dövlətlərinin bir neçə ayda müdafiə sənayesinin gücləndirilməsini nəzərə alsaq, Qərbin Ukraynaya texnika verməyə gücü kifayət etmir. Kiyev ehtiyac duyduğu silahları hazırki vəziyyətdə yalnız Birləşmiş Ştatlardan əldə edə bilər. Vaşinqtonun isə münaqişə ilə bağlı mövqeyi bəllidir. Bir müddət əvvəl Ağ Evin Ukraynaya yardımları azaltması da bunu sübut edir. Bütün bunların fonunda Rusiyanı böyük təhdid hesab edən və müharibəni qazanmasını istəməyən Avropa dövlətləri Kiyevə böyük miqdarda kredit verməklə bir növ Ukraynanın ehtiyac duyduğu silahları Amerika Birləşmiş Ştatlardan almasını istəyir. Amma diqqətdə saxlanmalı bir məqam var ki, Vaşinqton həm böyük həcmdə silah ixrac etmək, həm də tutduğu siyasi mövqeyi dəyişməmək üçün Ukraynaya satacağı silahların böyük bir hissəsinə məhdudiyyət qoya bilər. Yəni, Kiyev alacağı silahlarla müharibəni 1-2 ildə uzada bilər, amma Moskvaya qarşı üstünlük əldə edə bilməz. Avropa İttifaqı çox gözəl bilir ki, Rusiya müharibəni dayandıran deyil və Avropa İttifaqı çox yaxşı başa düşür ki, Rusiyanın bu sülh danışıqları məsələsi imitasiyadan başqa bir şey deyil. Bunun isə bariz nümunəsi dünənlərin Putinin təhlükəsizliklə bağlı çıxışlarında biz eşidə bilərdik. Həmin çıxışlarda o artıq deməli dərəcədə çox açıq, aşkar formada deməli Ukraynaya qarşı dediyi 2021-ci ilin sentyabrında müharibəyə başlamamışdan əvvəl dediyi fikirləri Avropaya qarşı bildirdi. Yəni burada artıq aydın məsələdir ki, Rusiya növbəti hədəfi Avropa İttifaqıdır və bu günlərim Avropa İttifaqından müharibəni yayındırmağın ən düzgün yolu Ukraynanı silahlandırmaqdır, Ukrayna dəstək olmaqdır. Və belə olduğu təqdirdə Ukrayna Rusiya qarşı daha 2 il dirəniş göstərə bilər. Və bu deməkdir ki, daha 2 il müddətinə Rusiya Ukraynanı işğal edib, sonra Avropaya öz işğalçı əllərini uzatmayacaq. Elə Avropa İttifaqı ölkələri də bunun fərqindədir. Amma hazırki vəziyyətdə tək şansları müharibəni uzatmaq və proseslərin gedişatında həm Birləşmiş Ştatları yenidən öz tərəfinə çəkmək, həm Rusiyaya qarşı təzyiqləri artırmaqdır. Ukraynaya verilən 106 milyard dollarlıq kreditin Rusiyanın dondurulmuş aktivlərindən verilməməsi də qoca qitənin hər şeyin fərqində olduğunu göstərir. Qərb yaxşı başa düşür ki, Kiyevə yardım Moskvanın pulundan edilərsə, Kreml Şərqi Avropadakı əməliyyatlarını dəqiqliklə və təmkinlə deyil, yıxım və kütləvi ölümlərlə davam etdirəcək. Birləşmiş Ştatların yardımı olmadan isə bu Rusiyanın qısa zamanda qələbə qazanmasına şərait yaradacaq. Hətta Avropa İttifaqının Ukraynaya 106 milyard dollar yardım etməsinə qarşı artıq Rusiyadan, Putindən sərt açıqlamalar da gəlib. Kreml rəhbəri qoca qitənin dəstəyi fonunda regionun tamamilə işğal ediləcəyinə dair təhdid mesajları verib. Üstəlik diqqətdə saxlanmalı bir məqam da var ki, qoca qitənin Birləşmiş Ştatların dəstəyi və razılığı olmadan müharibəni davam etdirmək istəməsi Avropa İttifaqının öz sonunu da gətirir. Belə ki, Belçika, Macarıstan, Çexiya, Slovakiya Ukraynaya 0% kreditin verilməsindən imtina edib. Eyni zamanda İttifaq daxilində müharibənin bitirilməsinə dair müxtəlif fikirlər də səsləndirilir. Gedişat bu formada davam edərsə, qoca qitə daxilində parçalanmalar baş verəcək. Bu isə bir növ Birləşmiş Ştatların istədiyi nəticədir. Vaşinqtonun Şərqi Avropada istədiyini əldə edə bilməsi
bilməməsi Çinlə apardığı soyuq müharibədə Ağ Evin qoca qitənin nümayəndələrindən yetərli dəstək görməməsi son dövrlər Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarından asılılığı azaltmaq fonunda bir sıra üçüncü ölkələrlə müxtəlif tərkibli müqavilələr imzalaması Birləşmiş Ştatların yeni bir yol xəritəsi çəkməsinə səbəb oldu. Beləliklə də Vaşinqton, Çin və Rusiya ilə əlaqələrini bərpa etməyə başladı. Diqqətləri başqa yönə çəkmək üçün Maduro hakimiyyətinə qarşı təzyiqlərin artırılması və Avropadakı vəziyyətlə bağlı heç bir addımın atılmaması bunun sübutudur. Beləliklə də Birləşmiş Ştatların istəklərini yerinə yetirməyən Avropa İttifaqı çətin geosiyasi vəziyyətdə tək qaldı. Qoca qitənin son ümidi ittifaqı parçalamadan Ukraynaya yardımların davam etdirilməsini təmin etmək, növbəti mərhələlərdə Vaşinqtonla münasibətləri bərpa etməkdir. Bu isə görüldüyü qədər asan deyil, çünki Vaşinqton hazırki siyasi manevrları Avropa ilə paralel olaraq Rusiya və Çinə qarşı da aparır. Rusya-Ukrayna krizi beklenenin çok ötesinde hem uzadı hem de işin içinden çıkılmaz bir hal aldı. Özellikle Trump'ın iktidara gelirken ve iktidara geldikten sonra Ukrayna krizini bitireceğim ifadesine rağmen şu anda kriz belki de Trump'ın yönlendirmesiyle Avrupa Birliği ile Rusya arasında bir krize dönüştü. Amerika kenara çekilerek hem Avrupa Birliği üzerinde hem Rusya üzerinde bir baskılama aracı oluşturmak ve dolayısıyla Ukrayna krizini barış olmayacaksa bile Rusya'yı ve Avrupa Birliği'ni baskılama aracı olarak kullanma stratejisini seçti. Bu kış Ukrayna meselesinde hem Avrupa Birliği hem Rusya ciddi anlamda zor bir dönemece girmiş oluyorlar. İkinci Dünya müharibəsindən sonra Avropa üzərində güclü təzyiq imkanlarına sahib olan Birləşmiş Ştatlar SSR-nin parçalanmasından etibarən qoca qitə üzərindəki gücünü itirməyə başlamışdı. Şərqi Avropadakı münaqişə isə bunu yenidən bərpa edə bilər. Üstəlik, İkinci Dünya müharibəsindən fərqli olaraq Vaşinqton bu dəfə Moskva üzərindən də təsir imkanına malik ola bilər.